Hörmətli Qrup əhli, bir daha xoş gördük. Hal-hazırda Gəncə şəhər Şəhidlər Xiyabanı, şəhid qardaşı və şəhid bacısı birlikdə deməli, baxın, Abdullayev Məmməd Abbasoğlu. Deməli, şərəf lövhəsində yazılır 58-ci il, məzarın üstə isə 61-ci il. Şərəf lövhəsində yazılır 95-ci ildə şəhid olub, məzarın üstündə 92-ci il. Baxın, şəhidin bacısı gedir Gəncə şəhər icra hakimiyyətinə. İcra hakimiyyətində deyirlər ki, siz şəhid ailəsi deyirsiniz. Baxın, bugün şəhidin məzarının üstündə Gülarədir. Bir atadan, bir anadan olan şəhid bacısıdır. Şəhid olanda saçlarını yolub, fəryad eləyib. Qardaş fəryad eləyəndə, yas saxlayanda 1992-ci ildən bugünə kimi sizin nə şəhidinizdən, nə şəhid evindən xəbəriniz yox idi. Bax, bu günlərim bu bacı gedib deyib ki, niyə şərəf lövhəsində 58-ci il yazırsınız? Niyə şərəf lövhəsində 95-ci il yazırsınız? Axı, mənim qardaşım 92. Qardaşınız harada şəhid olub? Ağdərə, Tərtər rayonunun kəndin adı yadmış. Tərtər zonasında belə. Tərtər zonasında. 1900 hansı ayda şəhid olub? İyun ayının 29-u. İyun ayının 29-u. Tarixinə kimi, gününə tarixini səhv yazıblar. Hamısı səhvdir. Hə, görsəm orada səhv yazılıb. Buradakı düzdə ancaq əsas məzarının üstündədir, ölüm kağızıdır, doğum şəhadətnaməsidir. Yəni bax, bu cür bacı gedib onlardan pul istəməyib, onlardan vəzifə istəməyib, onlardan nəsə istəməyib. Deyib ki, sadəcə qardaşımın doğum şəhadətnaməsi və tarixi səhv və ölüm tarixi səhvdir. Və ona kobudca davranıblar. Axı, prezidentimiz deyib ki, şəhid ailəsinlə yumşaq davranın, şikayət və müraciətinə baxın. Ay, gözəl qardaşım, bacın ağlayır, fəryad eləyir, bacın təhqir olunur Gəncə şəhər icra hakimiyyətində. Bugün şəhidin qardaş bacısına deyirlər şəhid ailə. Axı, bu sənin doğma bacındır, qanın, canındır. Görün, bu günlərim Məmməd, şəhid qardaş bacısına deyirlər, sən şəhid ailəsi deyilsən, sən kimsən gəlib burada şəhidin haqqını tələb edirsən, ona olan haqsızlığı tələb edirsən. Sizi, dəyərli xalqım, Gəncə şəhər Şəhidlər Xiyabanından 37.500 şəhid ailəsi adından bayraqlarımıza baxın. Tarix yazan igidlərimizə, yurdumuz xaraba qalıb, ay şəhidlərim. Yazıq yurdum, yazıq. İgidlər oylağı. Görürsünüz, bugün şəhiddən ayrılırlar. Cənab Prezident, sizi alladırlar. Gəncə şəhər icra hakimiyyəti şəhid plakatlarını söktü, şəhid plaklarını söktü, şəhid ailələrinin ürəyinə dağ çəkdi, şəhid ailələrlə qərəzlilik edirlər, şəhidi şəhiddən ayrılırlar, ay şəhidlərim. Axı, siz şəhid oldunuz ki, ölkəmizdə namus, qeyrət, şərəf olsun. Əzizim deyir, əzizdir, tərbiyəsi ondan da əziz olsun, ay şəhidlərim. Yurdumuz xaraba qaldı, ölkəmiz təhqir olunur, şəhid qardaş bacısı təhqir olunur. Şəhidi şəhiddən ayrılırlar, ay xalqım, ay millətim, ay şəhid sevənlər. Şəhid bacısı, səbirli olun, cənab prezidentimiz, 40-cı qapıçılar səsimizə səs verər. Hörmətli prezidentimiz, mən 37.000 şəhid ailəsi adından, şəhidlərim adından xahiş edirəm, bu haqsızlıqları aradan götürün. Şəhidin doğma bacısı, qardaş Türkiyədə olduğu kimi tanınmalıdır. Şəhid ailəsi kimi hesab olunmalıdır. Nümayəndələr şəhid ailələrindən kobud davranmamalıdır. Onlara hörmət eləmək. Kərbalay deyir, Abbasqulu bəy, hörmətə nə deyirsən, namusa nə deyirsən, qeyrətə nə deyirsən, sabah dəyəcəklər, namusunu da ver, papağını da verin. Bax, bu cür deyərək xalqımızdan kömək istəyirik paylaşmasını. Çox sağ olun, şəhid bacısı, ağlama. Ağlama. Şəhid Məmmədin bacısı. Sizin səsinizə ölkəmiz, igidlərimiz, qəhrəmanlarımız cavab verəcək. Nə bilim, paylaşın dəyərli xalqım. Çox sağ olun.